Hamıya salam. Bugünkü leksiyanın mövzusu mən aslı olan anonim narkomanlar üçün, alkogoliklər üçün, qumarbazlar üçün yaranmış 50-ci illərdə yaranmış 12 addım proqramından danışmaq istəyirəm. Addımlar ümumiyyətlə nədən bəhs edir? Addımları sizin üçün açıqlamaq istəyirəm. Necə bugünkü gün aslı insanlara bu addımlar ayıq qalmağa, yenidən həyatını, normal həyat gedişatını bərpa eləməyə kömək edir. Yəni bu 50-ci illərdə yaranmış proqramdır. İki dənə aslı bir insan olur. Biri alkoqol aldıcısı olur, biri də narkotik aldıcısı olur. Həyat tərzləri yekunda gəldi, onların elə bir olay yaşatdı, bir məqama gəldi, çıxdılar ki, onlar öz həyat tərzini dəyişmək üçün o yaşadıkları və istifadə elədiyi kimyəvi maddələrdən qurtulmaq üçün bir yollar axtarırlar. Və qısaca deyirəm, yaratdılar. Bu 12 addım proqramı yaranıb. Pillə-pillə, mərhələ-mərhələ yaranmışdı. İlk öncə yaranmışdı, anonim alkogoliklər proqramı yaranmışdı. Sonra 70-ci illərdə təkmilləşmiş versiyası oldu. 4 addımın, ilk öncə 4 addım yaranmışdı. Ondan sonra gəldi digər addımlar 12-ci addıma qədər. Ümumən proqram adlanır 12 addım proqramı. Nədən bəhs edir? Ən vacibi olan odur ki, bugünkü gün bütün dünyada asıllara bu proqram şans verir. Şans verir ki, hansı ki vaxtıca insanlar o narkoman, alkogolik, qumarbaz damğası ilə qəbullanıb yaşayırdılar. Heç bir çıxış yolu həyatında görmürdülər. Bugünkü gün bu çıxış yolu, yəni nəinki istifadəyə son, asıllığını, dağıdıcı davranışlarını, bu dağıdıcı həyat tərzini saxlamaq, yenidən həyatda özünü inama qaytarmaq, həyatda itirdiklərini bərpa eləmək və ümumiyyətlə inkişaf eləmək. Nədən bəhs edir? Birinci addımdan söhbət eləmək istəyirəm, danışmaq istəyirəm. Birinci addım belə adlanır ki, mən xəstəliyimin qabağında gücsüzəm və həyatda nəzarətimi itirmişəm, idarə olunmaz hala gəlib çıxmışam. Ümumiyyətlə, nədir də bu? Aslı insan, istifadədə olan insanlar, ümumiyyətlə istifadədə olan insanlar. Mən öz təcrübəmdən də bölüşürəm eyni zamanda ki, mən istifadə eləyərək heç vaxt düşünmürdüm ki, mən xəstəyəm. Başa düşürsünüz? Mən düşünürdüm ki, mənim problemim ancaq ya narkotiklandır, ya alkoqollandır, ya da qumarlandır. Qumarbazlardır, qumarla, söhbət qumardan gelirsə. Mən düşünmürdüm. Və hər zaman bir dənə illüziya fikirlə yaşamışam ki, mən öz istifadəmi kontroldə saxlaya bilərəm. İstəyərəm, eləyərəm, istəmərəm, eləmərəm, çəkilərəm qırağa. Və bu illüziya fikri ki, mən istifadəmi kontrol eləyə bilirəm. Gəldi çıxartdı elə bir ana ki, mən 20 ildən çox narkotik təsiri altında itirdim. Bu birinci addım insanda nəyi dağıdır? Bütün illüziyalarını dağıdır. Həqiqətən mən bacarmadım. Və bu birinci addımın əsasında, birinci addımı geniş açsaq, birinci addımın içində cürbəcür hallar olur. Cürbəcür davranışlar görürsən özündə. Başa düşürsən ki, mənim həyatımı idarə edən mənim xəstəliyimdir. Mənim gücsüzlüyümdür, mənim idarə olunmazlığımdır, mənim inkarımdır və s. və ilax. Bunu qəbul eləmək üçün hamısını ilk öncə də təslim olmaq lazımdır ki, həqiqətən də mənim vəziyyətim yaxşı deyil. Qəbul etmə vacibdir. Qəbul etmə olmasa, biz ikinci addıma addım ata bilmərik. Ən çətin də nədir?
ən çətin insan üçün reallıqla üzləşməkdir. Ona görə ki, öyrəşmişik axı, çox vaxt bu illüziya fikirləri bizi reallıqdan uzaqlaşdırır. Bu fikirlərin əsnasında gəlir bizim hərəkətlərimiz, bizim davranışımız, bizim istifadəmizə haqq qazandırmağımız. Gün ərzində bir gün, 2 gün, aylar, illər getdikcə insan bu vərdişlər çevirir asıllığa. Asıllıq, yəni uje problem var. Asıllıq, yəni uje itkilər var. Nə etmək lazımdır? İlk öncə inkarı sındırmaq lazımdır. Dürüst olmaq öz-özünlə. Hər şey dürüstlükdən başlayır. Əgər mən dürüst öz-özümə qıraqdan baxsam, səmimi otursam, dürüst baxsam özümə, başa düşərəm ki, həqiqətən də mən aslı olaraq, mən kimyəvi maddələrdən istifadə edən insan kimi məndə həyatda yaxşı deyiləcək. Ona görə ki, çox vaxt biz bir istiqamətdə addımlayırıq. Çox zaman da hər şey bizim istifadəmizlə, bizim asıllığımızla bağlıdır. Digər yaşadığımız həyat sferalarını biz görmürük. Vacib olan, önəmli olan sferalarımız var ki, ora daxildir ailə, ora daxildir bizim fiziki durumumuz, bioloji sferamız, psixoloji durumumuz, emosional durumumuz. Ora daxildir mənəvi durumumuz. İstifadə hər bir sferaya, önəmli olan vacib sferaya öz təsirini göstərir. Bəzən olur ki, istifadədə olan insan elə bir məqama çatır ki, həqiqətən də elə bir dib yaşayır ki, həyatında. Fərqi yoxdur, fiziki olur, yaraxoru basır o insanı. Hərəkət eləyə bilmir belə. Olur psixoloji durumu elə sarsılır ki, insan ümumiyyətlə özünü idarə edə bilmir. Yəni ki, istifadəsini özünü idarə edə bilmir. Mənəvi cəhətdən baxırsan ki, həyatında özünə icazə vermədiyi şeyləri çoxsunu eləyib. Heç kim də heç vaxt düşünməyib, heç peşmançılıq hissi də çəkmir. Və s. və ilaxır. Bunu görmək üçün sən reallıqla üzləşməlisən. Birinci addım da ondan bəhs edir ki, bax, nəsə sənin həyatında düz deyil. Nəsə sənin həyatında düz getmir. Bir bax, öz cildindən çıx, özünə bax, özünü analiz elə. Eləyə bilmişsənsə, biz sənə kömək eləyək ki, xırda. Açaq bu mövzunu, görək ki, həqiqətən var axı, inkar qoymur ki, yox, məndə hər şey yaxşıdır, məndə salamatçılıqdır. Mən gündə 3 dənə 250'li, yəni çubuş içirəm. Mən axı həyətin yabanında yatmıram piyan. Və yaxud mən yüngül narkotiklar çəkirəm. Mən damara daxil istifadə eləmirəm. Və s. belə növlər inkar gəlir, minimallaşdırırsan problemi. Niyə görə öz davranışın üçün haqq qazandırmalısan özünə. Əgər öz-özünlə dürüst olsun, ilk öncə başa düşəcəksən ki, sən düz eləmirsən. Və şuuraltı bu bizdə hamımızda var. Prosta gizlədirik, örtbastlıq eləyirik onu. Qəbullanmaq çətindir axı. Bizim daxili egomuz, nəfsimiz deyək, egomuz demək, icazə vermir bizim bunu qəbulla, reallığı qəbulla. Bu ümumiyyətlə önkü addım proqram ondan ibarətdir ki, biz öz daxili egomuzu sındırmalıyıq. Çox zaman bütün itkilər, həyat tərzi belə, davranışlar kökü egomuzdur. Birinci addım, yekunlaşdıraq ondan ibarət gəlir çıxdıq ki, biz həqiqətən xəstə insanlarıq, bizdə xroniki xəstəlik var, psixoloji xəstəlik. Onun da simptomları var. Kompulsiv-impulsiv davranışı var. Ağılsızlıq eləyə-eləyə belə dalmış şəkildə həyat tərzi sürməyi var. Onun kökü egodur. Bu xronikidir. Fikir, hiss, davranış xəstəliyidir. Bunu qəbul eləyəndən sonra, onu da yenə də təkrar edirəm. Necə baxırsan öz həyatına ki, həqiqətən də mənim problemlərim var. Təəssüflər olsun ki, az bir faizimiz
özü-özündə özünü analiz edib bu yekun qərara gəlir ki, həqiqətən mən xəstəliyimin qabağında gücsüzəm. Təəssüflər olsun ki, belə. Amma bugünkü gün yenə də 12 addım proqramı birinci addım ondan bəhs edir ki, əgər həyatında nəsə dəyişmək istəyirsənsə, ilk öncə təslim ol. Təslim ol ki, sən xəstəsən və həyatında olan öz yanlış fikrində, illüziyalarında ki, mən istifadəmi idarə edə bilirəm. Bu illüziyaları qırmalısan. Ancaq hər şey dürüstdən başlayır. Bunu qəbul eləyəndən sonra biz keçirik ikinci addıma. Hansısa bir qənaata gəldim ki, həyatımda ali və yaxud ilahi qüvvə daha möhtəşəm məndən. Niyə görə daha möhtəşəm məndən? Məni sağlam düşüncəyə qaytara bilər. Niyə iminlə məndən daha möhtəşəm? Ona görə ki, bizim egomuz, bizim aslı insanlara ego, elə bir elə bir fikirlər yaradır bizdə ki, məndən o tərəfi yoxdur. Mən, yəni ego. Mən bilirəm, mən bacarıram, mən eləyəcəm, mən. İkinci addım ondan bəhs edir ki, sən heç nə özün eləyə bilməyəcəksən. Əgər qəbul edirsən ki, sən aslısan, nəzarət əlindən çıxıbsa həyatında, biz ikinci addımda addımı atmaq üçün gəlir fikir, mən bacararam. Adamın sual verir, niyə bacarmadın? Niyə uduzdun bugün? Dünən, bir həftə bundan qabaq, bu həftəni qumar oynaya. Hər şey əlində olanları uduzdun, borca da girdin, itirdin də. Niyə dayanmadın? Niyə? 3 gün bundan qabaq oturdun məclisdə, yedin, içdin, alkohol təsiri altında dava elədin, qırğın oldu, itirdin, ziyan vurdun. Sabahsı gün yenə təkrarlandı bu hadisələr. Yenə. Niyə gedirsən narkotik kimyəvi maddələr almaq, istifadə eləmək üçün onları almaq, tutulursan, məhkumlu həyatı yaşayırsan, çıxırsan, təzədən heç bir nəticə çıxarmırsan, yenə də qayıdırsan istifadəyə. Sual da niyə? Ona görə ki, sən bacarmırsan. Bunu qəbul eləmək lazımdır. Mən öz başıma, öz həyatımı tarazlaya bilmirəm, idarə eləyə bilmirəm. Çıxış yollarını öz aləmimdə güyə bilirəm, amma hər dəfə gəlib dalana girirəm. Hər dəfə uduzuram, hər dəfə itirirəm. Birinci addımdan sonra ikinci addım ondan bəhs edir ki, məndən daha möhtəşəm bir qüvvə var. Yəni, bu çıxış yolu kimsə mənə göstərə bilər. Kimsə mənə kömək eləyə bilər. Onsuz da mən təslim oldum da birinci addımda, düzdür. Qəbul elədim ki, məndə problemlər var, həqiqətən problemlər var. Nə etmək lazımdır? Mən istəyirəm çıxış yolu tapmaq. Mən kömək istəyirəm. Kimdən? Məndən möhtəşəm bir qüvvə. Elə bir insandan ki, elə bir qüvvədən ki, həqiqətən də bu asıllıqla, bu xəstəliklə bağlı bu təcrübələri olan insanı ki, mənə çıxış yolu göstərə bilər. Mən öz fikirlərimi, öz düşüncələrimi, öz biliklərimi qoyuram qırağa. Bu mənə işləməli. Bugünkü gün mən nə edirəm? Dinləyirəm, qulaq asıram ki, bu insan bu yolu gedir. Gəl mən də onu da alacağım düşün. Əgər qəbul elədim, istəyirəm də çıxış yolu tapmaq, qutarmaq da bu ilə. Mən bəladıyam, mən aslıyam. Mən narkomanam, alkoholikam, qumarbazam. Çıxış yolu tapmaq istəyirəm. Çıxış yolu göstərirlər mi? Gərəksiz, inama etibar eləyə bu yolu getməliyəm. Həqiqətən də həyatımı dəyişmək istəyirəmsə. Ona görə ki, necə deyirsiniz deyin, hər şey ilk öncə məndən başlayır. Sadəcə söz varsa, hərəkət yoxdursa, boş verin. Bu proqram feil proqramıdır, hərəkət proqramıdır. Burada hər şey hərəkətlə təsdiqlənir. Həqiqətən istəyirəmsə, mənə göstərirlərsə,
mən durub o yolu özüm getməliyəm. Necə ağırlı olsa, necəsə istəməsəm, amma çıxış yolum oradadır ya. İstəyirəm, həvəsim olmasa, marağım olmasa, bu prosesdə mən biləm ki, çıxış yolu oradadır. Ağırlı olsa belə mən bu yolu davamlı şəkildə getməliyəm. Yəni ikinci addım ondan deyir ki, mən bilirəm ki, mən heç nə bilmirəm. Onu qəbul etmək lazımdır. Məndən daha çox bilənlər var, daha çox təcrübəsi olanlar var və bu insanlar, bu qüvvə mənə kömək edə bilər. Yenidən nəyə sağlam düşüncəyə gəlmək, düz yola gəlmək, düz addım atmaq. Kömək elədilər. Keçirik üçüncü addıma. Üçüncü addım. Üçüncü addımda söhbət nədən gedir? İkinci addımda ki, mən köməyi qəbul edirəm. Ümumiyyətlə, üçüncü addım ondan bəhs edir ki, yəni, bırax bu həyatda kontrolu əlindən bırax. Nə mənada bırax? Yaxşı mənada ya. Bu həyatda sən heç bir şeyi kontrol eləyə bilməyəcəksən. Sən əlindən gələni eləyə bilərsən ki, normada qalsın. İstədiyi əldə edəsən. Amma sənin egon deyir ki, yox, mən istədiyim kimi olmalıdır. Yox, mənim iradəm gətirdi, sonunda elə gətirdi bir yeri çıxartdı ki, mən həyatımdan 20 il itirdim. Öz istəklərimlə yaşayırdım da, yəni nəfsim mənə nə deyirdi? Ego. Budur, elə durub eləyirdim. Bir dənə də istəyimi demək olar ki, yox deyə bilmirdim. Yox deyəndə də ürəyim partlayırdı. İstəyirdim yenidən qayıdım ona təzədən eləyim istədiyimi. Boğurdu mənə ego daxildən. İstəyirdim həyatda hər şey mənim iradəmlə getsin. Bu illüziyadır. Kontrolü bırax. Elə nəticəni bırax Allaha. Çalış bugünkü gün Allahın iradəsi ilə yaşamaq. Ola bilər ki, alınsın, ola bilər ki, alınmasın. Heç kim qaranti vəd vermir ki, hər şey həyatında alınacaq. Amma sən başa düşməlisən ki, əgər səndən daha möhtəşəm bir qüvvə varsa, ikinci addımda, vasitəçi varsa, ondan da möhtəşəm bir qüvvə var. İlahi qüvvə, yəni yaradan Allah. Burada tuturdum, bunu tuturdum kontrolümdə, bunu tuturdum, bunu. Heç bir işi tamamlaya bilmirdim. Heç bir işi. Hər şey əlimdən çıxırdı. Ümumiyyətlə, heç bu istifadədən qabaqda asıllıq konusunu bir uzə verir. Ona görə ki, egocentrizm deyir ki, mən deyən olmalıdır, mən istəyən olmalıdır, mən dediyim kimi olmalıdır, mən deyən zaman olmalıdır. Yox belə dünya. Bəli, hərəkət eləyə bilərəm ki, nəsə alınsın, amma olar ki, alınmasın. Ona görə başa düşməliyəm ki, mənim hərəkətim davamlı şəkildə eləyirəmsə, sonunun nəticəni Allaha həvalə etməliyəm. Allahın iradəsi ilə çalışmalıyam yaşamaq bugünkü gün. Gəlirik, çıxırıq dördüncü addıma. Dördüncü addım. Dərin və qorxusuz mənəvi invertallaşdırma. Yəni birinci addım öldürür illüziyanı ki, mən istifadəmi kontrol eləyə bilirəm. İkinci addım illüziyanı öldürür ki, mən bilirəm, mən çıxış yolu özüm tapacağam. Üçüncü addım illüziyanı öldürür ki, mən istədiyim hər şey həyatda olacaq. Yox, o istədiyi olacaq. Dördüncü addım hansı illüziyanı dağıdır? O illüziyanı ki, mən belə olmağımda mənim günahım yoxdur. Günah başqalarındadır. Yəni, reallıq sıxıraq adamı, ağır gəlir. Sən məsuliyyətsiz bir insan, istifadədə olan məsuliyyətsiz bir insan, o da qüsurlarımızın biridir. Həyat tərzinin üstündə bərama yapışır məsuliyyətsizlik. Öz addımlarına, öz seçimlərinə görə, öz qərarlarına görə məsuliyyəti üzərinə götürmək istəmirsən axı. Egon sənə qoymur deyəsən ki, bəli, mənim səhvimdir, mənim seçimimdir, mənim qərarımdır. O ağır gəlir insana. Dördüncü addım ondan bəhs edir ki, qardaşım, dostum, aslı bir qardaşım,
Gəl, yaxşı. Sənin günahın yoxdur. Düzdür. Yaxşı. Qoy sən deyən olsun. Gəl indi yavaş-yavaş xırda-xırda araşdıraq da. Araşdıraq görək sənin asıllığın necə formalaşdı. Araşdıraq görək bu istifadə zamanı, aktiv istifadədə olan zaman. İçəndə, çəkəndə, nə bilim, qumar oynayanda bu necə baş verirdi? Ya bir dənə hadisələri xırdalayaq, araşdıraq, ortaya çıxardaq, görək necə cür oldu ki, sən yekunda belə bir addım atdın. Əgər yenidən təkrar edirəm, dürüst yanaşırsınızsa prosesə, 4-cü addım üzərində yazılmış tapşırıqlar, analiz elədiyimiz keçmişimizi analiz eləyəndə, araşdıranda dərin və qorxusuz, yəni mən dürüst olmalıyam öz-özümdən ki, həqiqətən bu addımı mən atmışam. Onu açıqlamasını eləyəndə özün üçün görürsən ki, həqiqətən bütün illüziyalar qırılır. Heç kimin günahı yoxdur. Həqiqətən də mən həyatımı istədiyim kimi yaşamışam. Öz başına biri olmuşam. Öz başıma, öz hisslərimə görə, öz fikirlərimə görə, həyatımda qərar verən, öz istəklərimə görə qərar verən, addım atan insan olmuşam. Bugünkü gün mən bunu araşdıra necə başqalarını günahlandıra bilərəm? Çoxsu deyir, atam günahkardır, anam günahkardır, qardaşım günahkardır. O məni aldatdı, bu mənə onu vermədi, bu mənə qarşı belə davrandı, bunu arxalandırır, ümidlərim puç çıxdı, onunla bağlı gözləntilərim var idi. Üçüncü addım nədən bəhsdir? Budur da problem. Hər şey istədiyimiz kimi olmaq istəyirdi, alınmayanda bu daxili hisslər yaşayırıq, o fikirlər bizi narahat edir. Sonda dartır bizi nə? Yenidən problem olan yerdə problemi həll eləmək yerinə biz nə edirik? Problemdən uzaqlaşırıq, reallıqdan uzaqlaşırıq, qaçırıq. Hara? İstifadəyə. İstifadə bizi reallıqdan uzaqlaşdırır. Belə, bəli, illüziyalar nədir? Həqiqətə bənzər, dürüst olmayan. Bəli, həqiqətə bənzər odur ki, ola bilər kim də səni allatsın, sənə qarşı aqressiv olsun, sənin gözləntilərini puç eləsin, həyatında nəsə alınmasın. Bu hər şey baş verə bilər. Amma dürüst o deyil ki, sən bunu əlində bayraq tutub, gedib yenidən istifadə eləməlisən nəsə. Bu günahla, illüziyanın bir nömrüdür, günahlandırma. 4-cü addım onu bildirir ki, bir dənə qayıt keçmişə, yavaş-yavaş bax, hardan başladı, necə getdi, hansı hadisələr yaşadın, nələr elədin, kimə ziyan vurdun, hə? Onu araşdırandan sonra baxırsan ki, bütün səhvlər, bütün qərarlar, bütün məsuliyyət öz üzərimdə olub. Sadəcə mən bunu inkar eləmişəm. Heç kimin günahı yoxdur ki, mən asılı oldum, narkoman oldum, alkogolik oldum, qumarbaz oldum. Yox, bu mənim seçimimdir. Bəli, asıllığım var. Kökü biz ayrı bir mövzularda açarıq asıllığın kökü. Necə formalaşır, necə yaranır. O ayrı bir mövzudur. Amma 4-cü addım ondan bəhs edir ki, dostum, otur bir dənə öz-özündən dürüst ol, araşdır. Necə gəldin sən, elə günə gəldin, çatdın ki, yekunda qəbul elədin ki, kapitulyasiya, təslim. Mən həqiqətən idarə olunmaz hala gəlib düşmüşəm. Mənə kömək edin. Bu köməyi də yekunda nəticəni sağalmağımı Allah həvalə edirəm. Bu 4-cü addımda bunu araşdırırıq. Yenidən təkrar edirəm, vacibdir. Dürüst, səmimi